Hörmətli müəllimlər, dəyərli valideynlər və əziz məktəb yoldaşlarım. Gələcəyin İşığı FM radiosunun bugünkü efirində biz Ümumdünya Əməyin Mühafizəsi gününü qeyd edirik. Mən məktəbimizin 7B sinif şagirdi Nigar Səfərli sizə bu günün mahiyyətindən, əməliyyətindən və əmək hüquqlarının qorunmasının cəmiyyətimizdəki yerindən danışacağam. Bu mövzu yalnız işçilərin təhlükəsizliyi və hüquqlarının qorunması ilə məhdudlaşmır. Həm də əmək etikası, sosial məsuliyyət və insan həyatına hörmət prinsiplərini əhatə edir. Əziz dinləyicilər, hər bir ölkədə işçilərin sağlamlığı və təhlükəsizliyi dövlətin, cəmiyyətin prioritet məsələlərindən biridir. Ümumdünya Əməyin Mühafizəsi günü hər il 28 aprel tarixində qeyd olunur və məqsəd insan əməyinin dəyərlərinin vurulmağı, iş yerlərində təhlükəsizliyi təmin etmək və əmək şəraitinin yaxşılaşdırılmasına diqqət çəkməkdir. Statistik məlumatlar göstərir ki, dünya üzrə hər il minlərlə insan iş yerində təhlükəsizlik qaydalarına riayət edilməməsi nəticəsində müxtəlif xəsarətlər alır. Bu, yalnız fiziki zərərlərlə məhdudlaşdırmır, həm də sosial və iqtisadi itkilərə səbəb olur. Azərbaycan dövləti bu sahədə mühüm addımlar atmış, əmək hüquqlarının qorunması üçün qanunvericilik bazasını gücləndirmişdir. İşçilərin təhlükəsizliyi və sağlamlığı ilə bağlı müasir standartlar tətbiq olunmuş, monitorinq və nəzarət mexanikaları yaradılmışdır. Bu tədbirlər həm də işçilərin sosial rifahının yüksəldilməsi və onların ailələrin təminatı ilə birbaşa əlaqəlidir. Tarixi araşdırmalar göstərir ki, əmək hüquqlarının qorunması sayəsində uğurlar yalnız qanunvericiliklə məhdudlaşmır. İşçilərin maariflənməsi, onların təhlükəsizlik qaydaları barədə məlumatlandırılması, peşə etikası və kollektiv əmək mühitinin formalaşdırılması eyni dərəcədə vacibdir. Məsələn, Avropa və Şimali Amerika ölkələrində tətbiq olunan əmək təhlükəsizliyi təlimlər işçilərinin qəza hallarının 40-50% azaldılmasını gətirib çıxarmışdır. Azərbaycan əmək qanunvericiliyi, işlərinin hüquqları, iş şəraitinin təhlükəsizliyi, istirahət hüquqları və sosial təminat məsələləri dəqiq şəkildə tənzimlənmişdir. Dövlət tərəfindən həyata keçirilən monitorinq sistemləri iş yerlərində risk faktorlarının azaldılmasını, texniki və sosial təhlükəsizliyin təmin edilməsini mümkün edir. Statistik göstəricilər göstərir ki, bu tədbirlər nəticəsində iş yerlərində qəzaların sayı əhəmiyyətli dərəcədə azalmışdır. Ümumdünya Əməyin Mühafizəsi günü həm də işçilərə, onların ailələrinə və cəmiyyətə mesaj verir ki, hər bir insan sağlamlığı və ən rifah yüksək qiymətinə malikdir. İşçilərin hüquqlarının qorunması həm sosial ədalətin, həm də iqtisadi inkişafın təməl daşıdır. İşçilərin təhlükəsizliyinə, əməyin etik prinsiplərinə riayət edilməsi həm dövlət, həm də cəmiyyət üçün uzunmüddətli fayda təmin edir. Əziz şagird yoldaşlarım, biz gənclər gələcəkdə əmək bazarına çıxarkən həm öz hüquqlarımızı bilməli, həm də ətrafımızdakı işçilərin hüquqlarına hörmətlə yanaşmalıyıq. Məktəbimizdə keçirilən layihələr, seminarlar və sosial kampaniyalar bu biliklərdə əldə edilməsinə kömək edir. Bununla yanaşı valideynlərin və müəllimlərin dəstəyi bu mövzuda maariflənməni daha da gücləndirir. Əmək həm fərdi, həm də kollektiv məsuliyyətdir. İş yerində təhlükəsizlik qaydalarına əməl etmək, həmkarlarla əməkdaşlıq etmək və ətrafdakı insanların hüquqlarına hörmət göstərmək yalnız etik davranış deyil, həm də peşəkar məsuliyyət nümunəsidir. Bu prinsip həm fiziki təhlükəsizliyi təmin edir, həm də cəmiyyətdə etimad və hörmət mühitini möhkəmləndirir. Azərbaycanın əmək sayəsində əldə etdiyi uğurlar beynəlxalq səviyyədə də tanınmışdır. Dünya Bankı və Beynəlxalq Əmək Təşkilatı tərəfindən aparılan araşdırmalar göstərir ki, ölkəmizdə əmək təhlükəsizliyi sayəsində qanunvericilik bazası və monitorinq sisteminin region üzrə nümunəvi sayılır. Bu, həm də Ümumdünya Əməyin Mühafizəsi gününün əhəmiyyətini artırır və cəmiyyətə maarifləndirmə işlərini gücləndirir. Mən Nigar Səfərli, 7B sinif şagirdi. Gələcəyin İşığı FM radiosunun efirində sizə bu vacib mövzu barədə məlumat verdiyim üçün qürur duyuram. Qoy hər birimiz işimizi, təhsilimizi və ətrafımızdakı insanların əməyini dəyərləndirək. Əmək hüquqlarına hörmətlə yanaşaq və təhlükəsiz, sağlam cəmiyyətin formalaşmasına öz səhvimizi verək. Diqqətinizə görə təşəkkür edirəm və növbəti verilişlərdə yenidən görüşənədək sağ olun.